Zəfərimizin 5-ci il dönümü qarşısında 32 ildən sonra Şuşa, Xocalı, Ağdama ilk sakinlərin böyük qayıdışının gerçəkləşdiyi bir ayda Milli Məclis Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun sayca 20-ci məlumatını müzakirə edir. İnsan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator İnstitutunun yaradılmasının 20 ilinin tamam olması mühüm hadisədir. İşğala məruz qalan bir dövlətin qoşulduğu beynəlxalq konvensiyalara görə deyil, xalqımızın konstitusiyon mənafələrinə cavab verdiyi üçün aparılan hüquq mühafizə strategiyası sonunda qalib gəldi. Qələbəmiz təkcə ərazi bütövlüyü deyil, həm də 30 illik nəzarətsiz zonaların aradan qaldırılması ilə müxtəlif transmilli cinayətlərin, o cümlədən insan alverinin müxtəlif formalarını mübarizəyə mühüm töhfə oldu. Tam əminliklə demək olar ki, hüquq mühafizə orqanlarının dövlətçiliyə fədakar xidməti və peşə andına sədaqəti Ulu Öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığı müstəqilliyimizin bərpasından sonra daha da inkişaf edib, regionda böyük nüfuz qazandı. 2003-cü ildə dövlətçiliyimiz üçün talihli anlarda daxili işlər orqanları prinsipallıq və qətiyyət göstərəndə, yenicə prezident seçilən İlham Əliyev beynəlxalq təşkilatların cəza tələblərini qətiyyətlə rədd eləyərək ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların bir nömrəli müdafiəçisi olduğunu nümayiş etdirdi. Ölkə başçısı prinsiplərinə daim sadiq qaldı. Qanlı inqilabların qarşısının alınmasında milli polisimiz prinsipal dövlətçilik mövqeyi göstərib. 2014-cü ildə Ukraynanın Daxili İşlər Naziri publik olaraq bəyan eləyirdi ki, onun üçün ölkədə kimin rəhbər olmasının elə bir fərqi yoxdur. Belə şəraitdə xaos qaçılmaz idi. 90-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında əvvəlcə Naxçıvanda, daha sonra bütün ölkəmizdə daxili işlər orqanları dövlətimizin qoruyucu zirehə oldu, silahlı qrupların hakimiyyəti devirmək cəhdlərinin qarşısında qətiyyət və prinsipallıq göstərdi. Vətən müharibəsində canından keçən 66 polis, yaralanan 346 nəfər şəxs, yüksək mükafatlar alan 1400 nəfər hərbi qulluqçu və vətən müharibəsi qəhrəmanı ali titulunu qazanan 4 nəfər döyüşçü təkcə daxili işlər orqanlarının deyil, bütövlükdə millətimizin qürur mənbəyidir. Ona görə də Qarabağda yeni vətən quruculuğunda milli polisimiz prezidentin xüsusi təyinatlı silahdaşlarıdır. Azad torpaqlarda təkcə mina, İctimai asayiş, təhlükəsizlik deyil, həm də quruculuğun və inkişafın keşiyində güc orqanları birlikdə dayanır. Ona görə də polisimiz xalqı qoruduğu kimi cəmiyyətimiz, partiyalarımız, mediamız və vətəndaşlarımız da polisi qorumalıdır. Xaricdən yayımlanan bir ovuc milli və sosial simalarını itirən terror mediası, Azad Söz, Osman Qızı və sair tərəfindən hər gün daxili işlər orqanlarına edilən hücumlar casus şəbəkələrinə muzlu xidmətdir, 21-ci əsrin köləliyidir və dövlətimizi qələbə gündəliyindən zərrə qədər daşındıra bilməz. Məlumata gəldikdə isə bir daha xatırladaq ki, BMT-nin 92-ci il qərarına görə 14 transmilli cinayət növü, terrorçuluq, qanunsuz silah alveri və s. ilə yanaşı, insan alveri və insan orqanları ilə alver də onların sırasına daxil edildi və 3 il müddətinə xüsusi məruzəşinin təyin edilməsi dövlətlər tərəfindən qəbul olundu. Bəllidir ki, insan alveri transmilli cinayətdir və ona qarşı effektiv mübarizə bir neçə müstəvidə milli, qitə və BMT səviyyəsində iştirakı zəruri eləyir. Beləliklə, məruzəçi həm beynəlxalq səviyyədə, həm də ölkəmizdə çox önəmli beynəlxalq insan hüquqları üzrə mexanizmdir. Xatırladaq ki, 2005-ci ildə qəbul olunan insan alverinə qarşı mübarizə haqqında qanunda istismarın bir neçə forması müəyyənləşdirilib. Onlar məcburi əmək, cinsi istismar, köləlik və s. kimi məsələlərdir. Qlobal statistikaya gəldikdə isə 2024-cü il insan alverinə dair hesabatda göstərilir ki, qurbanların sayı COVID dövründə müəyyən qədər azalsa da 23-cü ildə 25% artıb. Onların tərkibində qadınlar və qızlar dünya üzrə qurbanların 61%-ni təşkil edir. Milli Məclisə təqdim edilən məlumat təkcə baş idarənin deyil, ölkə üzrə 32 mərkəzi, 69 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin ümumiləşdirilmiş hesabatıdır, məlumatıdır. Sənəd 4 istiqamət üzrə tədbirləri özündə ehtiva eləyir. Cinayətin qarşısının alınması, 2 qurbanlara yardım və müdafiə, 3 cinayətkarların təqibi, 4 cinayətin transmilli olduğunu nəzərə alaraq beynəlxalq əməkdaşlıq. Məlumatda 25-30-cu illər üçün milli fəaliyyət planının hazırlandığı bildirilir. Parlament üzvləri yeni yol xəritəsinin qəbulunda aktiv iştirak üçün layihənin dərcini, müasir çağırışların sənəddə əks olunmasının vacibliyini vurğulayırlar. Digər məsələ, gizli xarakterə malik transmilli cinayətin əsasən kiber məkanda qarşısının alınmasıdır. Son 3 ildə qlobal IT şirkətləri, məsələn TikTok, Meta və s. kampaniya rəhbərlərinin
ABŞ Konqresində dinləmələrə çağırılması, onlardan məsuliyyət tələb olunması, TikTok şəbəkəsinin bəzi ölkələrdə qadağan edilməsi milli dövlətlərin təhlükəsizlik tədbirlərinin gücləndiyini göstərir. Bu baxımdan məlumatda deyilir, informasiya texnologiyalarının, yəni WhatsApp, Instagram, Telegram sosial şəbəkələrində tətbiqi ilə törədilən 44 müvafiq fakt aşkarlanaraq onunla bağlı tədbirlər görülüb. Göründüyü kimi proses onlayn məkana, kiber məkana keçib və kiber cinayətlərin də sayı artıb. Bəli, sürətlə inkişaf edən texnologiyalar iki tərəfli qılıncdır. Bir yandan cinayətlərin qarşısının alınması və həlli üçün innovativ həllər tələb eləyir və buna imkan verir. Digər yandan insan alverişləri üçün də geniş imkanlar açır. Zorakılıq, qurbanın şəkillər və ya pul təqdim etmədiyi halda həssas materialı yaymaqla hədələndiyi də ağır cinayətlər sırasındadır. Ona görə medianın üzərinə böyük vəzifələr düşür. İnsan alveri həm də mürəkkəb sosial fenomendir. Yoxsulluq, əmək bazarında segregasiya, əhalinin səmərəli məşğulluq, təhsil, sosial müdafiə və digər resurslara çıxışı da bu məsələyə təsir eləyir. Beynəlxalq hesabatlara gəldikdə isə insan alveri sayəsində qlobal indeks və reytinqlərdə ölkəmiz müsbət indikatorlara malikdir. Qlobal mütəşəkkil cinayətkarlıqla bağlı beynəlxalq indekslərdə olan tövsiyələr və 34 indikator üzrə böyük əksəriyyətində Azərbaycanın göstəriciləri müsbətdir. Lakin Dövlət Departamentinin illik hesabatında Azərbaycan 6-cı ildir ki, TAY2 qrupundadır. ABŞ insan alveri qurbanlarının sayına görə özü 10.070 nəfərlik sayla birinciliyi mənfi mənada əldə edibdir. Nigeriya 1470 nəfərlə ikincidir, Argentina 1404 nəfərlə üçüncüdür. Sənəddə deyilir ki, Azərbaycan hökuməti səylərdə ümumi irəliləyiş nümayiş etdirib. Lakin bir sıra iradların əsassızlığı açıq görünür. Məsələn, vurğulanır ki, müəssisələrdə elan edilməmiş əmək təftişləri keçirilmir. Halbuki sənəddə gördüyümüz kimi buna dair geniş məlumatlar var. Ona görə də bu məlumatın xüsusi əlavələrlə birlikdə departamentə göndərilməsini və davamlı işlərin aparılmasını təklif edirik. Hər bir indikator üzrə arayışların verilməsi vacibdir. İndi Ağ Ev administrasiyası dəyişib və inanırıq ki, ölkəmizə münasibəti daha sağlam əsaslarda qurulmasında maraqlı olan qüvvələr də orada üstünlük təşkil edirlər. Beynəlxalq əməkdaşlığın coğrafiyasının genişlənməsi də diqqətə layiq haldır. Baş idarəyə vətəndaşların etimadının mühüm göstəricilərindən biri 152 qaynar xəttinə edilən 10.254 müraciətdir. Göründüyü kimi, ötən illərlə müqayisədə rəqəm bir qədər artıbdır və təmsil etdiyim mərkəzi dövlət orqanlarının stasionar və qaynar xətlərinə edilən müraciətlərə cavablarına dair apardığı tədqiqatda Daxili İşlər Nazirliyi il ərzində 3.2 milyon zəngə ən yüksək göstəricidə birinci yerdə olan dövlət qurumudur. Son 20 ildə insan alveri cinayətlərinin ümumi sayı 2532 təşkil edib. Təəssüf ki, həmin rəqəmdə qadınların faizi, yəni cinayət törədənlərin sırasında 85%, yəni 552 nəfəri təşkil edir. Beləliklə, yekunda bir daha ümumiləşdirsək, sığınacaqların sayının artırılması və coğrafiyasının genişləndirilməsi, proaktiv rəqəmsal alqoritmlərin və süni zəka texnologiyalarının bu şəbəkələrə tətbiqi və cinayətkarların ifşası, Türkiyə və Birləşmiş Ərəb Əmirliyindən insan alverinə qarşı birgə mübarizə üzrə razılaşmaların genişləndirilməsi, qurbanların reabilitasiyası ilə bağlı ödənən 700 manatlıq bir dəfəlik müavinətin artırılması, baş idarənin tərkibində süni zəka texnologiyası departamentinin yaradılması, rəqəmsal cinayətlər üzrə cəza sanksiyalarının sərtləşdirilməsi və beynəlxalq qurumlarla əlaqələrin daha da gücləndirilməsi təkliflər sırasında olubdur. İnanırıq ki, ölkəmizdəki vəziyyətin adekvat təhlili və təqdim edilməsi, Azərbaycanda insan alverinə qarşı ümumdövlət tədbirləri, hüquq mühafizə siyasətinin reallıqda olduğu kimi beynəlxalq məkanda da təqdimatı Azərbaycanın həmin göstəricilərdə mövqeyini daha da irəliyə aparacaqdır. Milli koordinatorun illik fəaliyyətini yüksək qiymətləndirir, müzakirələrdən sonra onun qəbuluna müsbət səs veriləcəyinə inanırıq.